Bu üsul həqiqətən təsir edicidir. Düzünü desəm, meyvə ağaclarının çoxaldılması üçün istifadə etdiyim ən güclü üsullardan biridir. Bugün biz bunu əncir ağacı ilə edəcəyik, amma bu üsul istənilən meyvə ağacı və ya çoxaltmaq istədiyin hər hansı odunsu budaq üçün eyni dərəcədə işləyir. Bu üsul Magno metodu adlanır və bu ad təsadüfi seçilməyib. Bu ad ona görə verilib ki, qədim Makedoniyada fermerlər cay qumu ilə doldurulmuş qamis parçalarından istifadə edərək stilləri çoxaltmaq üçün bugün sənə göstərəcəyim üsula çox bənzər bir metoddan istifadə edirdilər. Fərq ondadır ki, bugün biz bunu müasir materiallarla edəcəyik ki, hər kəs evdə tətbiq edə bilsin. Bu üsul çox təmiz, çox səmərəlidir və indi sənə addım-addım göstərəcəyəm. Ona görə diqqətli ol, başlayırıq. Əgər nəsə sənə aydın olmazsa, səhvlərdə soruş. Adətən, ənənəvi stil üsulu ilə istər sadə stil, istər hava stili, istərsə də başqa klassik metodlardan istifadə edəndə sonda yalnız bir bitki əldə edirik. Amma bu üsulla bir budaqdan bir necə bitki əldə etmə imkanımız var, əlavə pul xərcləmədən, daha çox budaq qurban vermədən və heç bir çətinlik olmadan. Eyni budaqdan bir neçə hissə qotura bilərik və hər bir hissə sonda müstəqil bir meyvə ağacına çevrilir. Stili hazırlamazdan əvvəlcə borunu hazırlayacağıq. Bu dəfə bağda istifadə etdiyimiz suvarma slangından istifadə edəcəyəm. Başqa materiallardan da istifadə etmək olar. Hətta polietilen slang da olar. Bunların hamısı uyğundur, amma bu material çox yaxşıdır. Çünki elastikdir və işləmək çox daha asandır. Burada məqsədimiz qamisa əvəz etməkdir. Çünki bəzi adamların qamisa çıxışı yoxdur. Amma slang tapmaq asandır. İstənilən mağazaya getsən ya da yəqin evdə, bağda və ya təsərrüfatda bir parça taparsan. Ona görə də müasir materiallardan istifadə edirik ki, hər kəs bu metodu təkrarlaya bilsin. Slangın qalınlığının fərqi yoxdur. Yarım duyum 1/4 nəv aşağı. Bugün bunu təxminən 20 sm uzunluğunda nisbətən kiçik bir parça əldə edəcəyik. Əvvəlcə bir ucunu izolyasiya lenti ilə və ya yapışqan lentlə bərk-bərk bir neçə dəfə dolayırıq ki, yaxşı möhürlansın. İndi isə içərisinə bir parça pambıq qoyuruq. O pambıq yaxşıca dibdə, tıxacın yanında qalmalıdır. Onu çubuq və ya kəramdasla itələyə bilərsən. Bunun çox sadə bir izahı var. Bizə drenaj lazımdır, amma qum qaçmasın deyə. Qumu toxməzdən əvvəl drenajı hazırlayırıq. Aşağıdakı tıxacda pambığın tam ortasında bir dəlik açırıq. İndi isə qumu əlavə edirik. Bu cay qumu, silisium qumu, yuyulmuş qum ola bilər. Hər hansı bir qum isə yarayar, amma ideal olaraq bakteriya və ya göbələk olmasın deyə yuyulmuş qum daha yaxşıdır. Oraya qum dolduruq, amma tam yuxarıya qədər yox. Üst hissədə biraz boşluq saxlayarıq. İndi isə suvarma suyunu hazırlayacağıq. 1 litr suya 1 çay qaşığı tibbi hidrojen peroksid əlavə edirik, yəni evdəki dərman qutusunda olan. Bu, suyu dezinfeksiya etmək və gələcəkdə göbələk problemlərinin qarşısını almaq üçün edilir. Boruya yavaş-yavaş su tokuruq, qumun yaxşıca islanmasına imkan veririk. Aşağıdakı dəlikdən biraz su axmağa başladığını görəndə dayanırıq. Lazım olsa ucunu qurunuyuruq və indi yuxarı hissədə ikinci tıxacımızı düzəldirik. Bununla artıq içi nəm qumla dolu bir çubuğun mükəmməl imitasiya versiyasını əldə etmiş oluruq və isləməyə hazırdır. İndi isə borunun üst hissəsindən bir ucdan o biri ucada uzununa bir kəsik edirik. Biz onu sindirmirik, sadəcə atırıq. O stili yerləşdirmək üçün eybidir. İndi isə stilə keçirik. Bu halda əncir stilidir, amma təkrar edirəm, istənilən meyvə ağacı və ya odunsu budaq ucun uyğundur. Stili təmizləyirik, yarpaqları varsa çıxarırıq və yaxşıca gigiyenik vəziyyətə gətiririk. Stilin uzunluğu boruya uyğun olmalıdır. İndi isə uzunluğa təxminən uc 5 mm enində bir kəsik edirik. Həmin zolaqdakı qabığı çıxarırıq və sonra kambiyumu qasıyıb taxtanı tam təmiz vəziyyətə gətiririk. Bu çox vacibdir, çünki məhz oradan köçlər çıxacaq. Təmizlədikdən sonra bütün yaralara və kəsiklərə aloe vera çəkirik. Aloe nəmləndirir, dezinfeksiya edir və təbii fitohormonlar verir. Sonra həmin hissəni toz darçınla örtürük, bu da kanalımızın klassik üsullarındandır, göbələk və bakteriyaların qarşısını almaq üçün. Bununla stil tam hazır olur. İndi stili propagatora yerləşdiririk. Kəsik olan buton isə birbaşa nəm qumla təmasda olmalıdır. Boru bağlanır və stil möhkəm sıxılır. Hərəkət etməsin deyə bərkidici, plastik bağ, ip və ya nə varsa istifadə edirik. Stillə qum arasında təmasın olması çox vacibdir. İndi isə çox sadə təbii göbələk əleyhinə qoruyucu hazırlayacağıq.
1 litr su götürüb içinə bir cimdik toz darçın əlavə edirik. Yaxşıca qarışdırırıq və izində qalıq qalmasın deyə incə bir parça ilə süzürük. Hazırladığımız məhlulu pusqurducuya toxuruq və bununla bütün stili, borunun üst hissəsini və açıq qalan bütün yerləri pusqurduruq. Bu addım vacibdir. Çünki yüksək rütubətlə işləyərkən göbələk yaranmasının qarşısını alırıq və uğur şansımızı xeyli artırırıq. İndi isə bunu şəffaf və ya yarım şəffaf bir torbaya və ya bir plastik qaba qoyuruq. Hər iki variant keçərlidir. Və indi basa düşməli olduğun kritik bir hissə gəlir. O sadəcə həvəs üçün edilmir. Bir stil ehtiyacı olan mühit rütubətini almasa, çox tez susuzlaşır. 1-2 günə artıq yararsız olur. Buna görə də istər torba, istərsə də plastik qabla istixana effekti yaratmaq mütləqdir. İnsanların səhv etdiyi ilk məqam budur. İstixana olmadan etməyə çalışırlar və stil susuzlaşır. İkinci səhv etdikləri məqam isə təbii qoruyucu tədbiri tətbiq etməmələridir. Bir budağı çox yüksək rütubətə məruz qoyuruq və əgər göbələk əleyhinə dərman vurmasaq, göbələk ehtimalı kəskin artır. Ona görə də bu iki addım mütləqdir əgər metodun işləməsini istəyirsənsə. Hər şeyi bağladıqdan sonra stili dolayı isıq olan yerə qoyuruq, heç vaxt birbaşa günəsə yox, çünki susuzlaşma dərhal baş verir. Mən əlavə olaraq bu metodu azalan ay fazasında etməyi də tövsiyə edirəm. Təcrübəli bir çox insan bilir ki, azalan ay fazasında sirri aşağı enir və köklənmə çox asanlaşır. Koklar adətən daha qalın, daha möhkəm və daha keyfiyyətli olur. Baxımı isə çox sadədir. Hər 34 gündən bir torbanı və ya qabı açıb, üzərinə darçınlı təbii göbələk əleyhinə dərmancılayırıq. Oraya yenidən su verməyə ehtiyac yoxdur. Qumun quruması çox nadir hallarda baş verir, elə deyilmi? Üstəlik, ciləmə ilə rütubət mükəmməl şəkildə qorunur. Sonra yenidən bağlayırıq və sakitcə qoyuruq. Və nəhayət, artıq nəticəni əldə etmiş oluruq. 6-8 həftədən sonra kökləri görməyə başlayacağıq. Ağ, təmiz, möhkəm köklər islənmiş bütün sahə boyunca görünəcək. O anda tumurcuqlara toxunmadan stampı hissələrə ayıra bilərik. Koku olan hər bir hissə yeni bir əncir ağacına çevrilir və bu usul demək olar ki, istənilən meyvə ağacı üçün keçərlidir. Bu halda stamp tam kok atdıqdan sonra indi edəcəyimiz iş onu hissələrə ayırmaqdır. Məsələn, burada onu uc hissəyə böləyəcəyəm, hər birində yerüstü hissənin yuxarıda qalmasına və tumurcuqların acıqda olmasına diqqət edəcəyəm. İndi stampin ovucuna uyğun bir dibcək otururuq, yaxşı hava alan, suyu yaxşı keçirən və uzvi maddələrlə zəngin bir torpaq istifadə edirik. Hər bir hissəni təxminən yarısına qədər torpağa bastırırıq. O anda aktiv tumurcuğu görməsən də narahat olma. Çox vaxt əvvəlcə köklər çıxır, biraz sonra isə tumurcuqlar cüzərməyə başlayır. Və çox qısa müddətdə bir budaqdan maqnoslu sulu ilə tamamilə pulsuz bir necə yeni meyvə ağacı əldə edirik. Və bu gözəl üsul burada bitir. Çox effektiv, çox sabit bir üsuldur və gördüyün kimi demək olar ki, istənilən meyvə ağacı və ya odunsu bitkini çoxaltmaq üçün uyğundur. Əgər bu üsul sənə kömək olubsa, videoya like atsan çox sevinərəm. Çünki bu, videonun daha çox insana çatmasına kömək edir. Bunu həmçinin bitkiləri, bağcılıq və ya çoxaltmanı sevən tanıdığın biri ilə paylaş. Çünki ona da mütləq faydalı olacaq. Sərhədlərdə hansı bitki və ya meyvə ağacında bu üsulu sınayacağını və bizi haradan izlədiyini yaz. Çünki bu, digər insanların da bu videonu kəşf etməsinə kömək edir. Əgər bu cür sadə və effektiv üsulları öyrənməyə davam etmək istəyirsənsə, kanala abunə ol və bildirişləri aktiv et ki, növbəti videoları qaçırmayasan. Öyə bir qucaq dolusu salamlar, növbəti videoda görüşərik.